My name is Sargi Man. Adım Sargi Məndir. Mən xanımım Fransislə Şimali Suffolkdakı kiçik şəhərdə yaşayıram. Artıq 25 ildir ki, görmə qabiliyyətimi tam itirmişəm. Həmişə rəsm çəkməyi, gördüyüm reallığı vizual metafora ilə ifadə etməyi arzu etmişəm. My experience of reality. In the early 70s when I was 34, 1970-ci illərin əvvəlində gözlərimdə katarakta aşkar olundu. O vaxt 34-35 yaşım var idi. 10 il keçmiş xəstəlik inkişaf edirdi. Əməliyyatlara rəğmən vəziyyət pisləşirdi. Nəticədə hazırlaşdığım an gəlib çatdı. Mən kör oldum. myself for years. The idea of painting Əvvəllər mənə elə gəlirdi ki, kör olaraq şəkil çəkmək artıq mümkün olan iş deyil. Lakin bir gün emalatxanadakı kətan qarşısında duranda ağlımdan belə bir fikir keçdi. I thought, well, Görəsən, cəhd etsəm nə olacaq? Bunu deyib, səma olacaq yeri göy rəngə boyadım və qəfil inanılmaz hissiyyat oyandı. Mən kətandakı həmin göy rəngi gördüm. saw the canvas go blue. Now what I had from Əvvəlcə adam çəkərkən həyat yoldaşımın boyunda olan bu karton borudan istifadə edərdim. the height of my Onun üzərində üz, bel və diz səviyyəsində nişanlar var. Bu nişanlar ölçüləri götürməyə kömək edir. in blue tack. I had to sort of Rəssamlığa bir növ yenidən başlamalı oldum. Mümkün olmayan kimi görsənə bilər, lakin qərarlılıq varsa, bunun ötəsindən gəlmək olar. Mövzunuz yaşadıqlarınızdan irəli gəlirsə, yaşadığınız təcrübə artıq sizin mövzunuzdur. Belə çıxır ki, bu həqiqət tam kör olanda belə dəyişməz qalır. true even into total blindness.